Gəncədə qadın qətlə yetirilib. Hadisə şəhər ərazisində yerləşən bazarda qeydə alınıb. 64 yaşlı Laləzar Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona yardım edilsə də qadının həyatını xilas etmək mümkün olmayıb. Şübhəli bilinən oğlu 44 yaşlı Ramin İsmailov saxlanılıb. Şəki rayonunda 46 yaşlı müəllim vəfat edib. Şəki şəhər 8 saylı Beynəlmiləl Orta Məktəbin coğrafiya müəllimi Məmməd İslamov bugün saat 7:30 radələrində Şəkidə Qoxmuq körpüsü adlanan yol ötürücüsündən yıxılıb. O, çay yatağına düşərək dünyasını dəyişib. Hadisə ilə bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Məmməd İslamov 2020-ci ildə 114 saylı Şəki kənd 1-ci seçki dairəsindən 6-cı çağırış Milli Məclisin deputatlığına namizəd olub, lakin seçilməyib. Bakının Xəzər rayonu Binə qəsəbəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə Binə atçılıq yaşayış masivində baş verib. İlkin İslamoğlu Manafov idarə etdiyi Vaz markalı 56 BR 480 dövlət nömrə nişanlı avtomobillə sağ zolaqdan birbaşa sola dönmək edərkən, arxadan gələn 99 YU 179 dövlət nömrə nişanlı Chevrolet Cobalt və 77 TY 247 dövlət nömrə nişanlı Assamant markalı avtomobillər ona çırpılıb. Nəticədə Vazın sürücüsü xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Daha bir hadisə Sumqayıt bulvarında qeydə alınıb. Belə ki, sürücünün idarəetməni itirməsi nəticəsində BMW markalı avtomobil əvvəlcə Opel-ə və Toyota-ya, daha sonra isə Kia markalı maşına çırpılıb və aşıb. Hadisə zamanı BMW-də 3 nəfər olub. Digər avtomobillər isə park edilibmiş. Məlumata görə BMW markalı maşının sürücüsü xəsarət alaraq yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Maşına ciddi maddi ziyan dəyib. Faktlarla bağlı araşdırmalar aparılır.